Deputat deyib ki, səhər yeməyinə ehtiyac yoxdur. İnsanoğlu gündə bir dəfə qidalanmalıdır. Bu mənim üçün deyib, çünki gündə bir dəfə qidalanıram. Amma neyini mən doluyam? Gündə bir dəfə, uzağı 2 dəfə qidalanıram. Milli Məclisin Səhiyyə Komitəsinin sədri müavini tanınmış ürək-damar cərrahı Rəşad Mahmudovun səhərlər yemək yeməyə ehtiyacı olmadığı barədə açıqlaması sosial şəbəkələrdə müzakirə yaradıb. Düz deyir. Belə insanlar deyir ki, oy mən səhərsə yemək yeməsəm, türklər buna kahvaltı deyir də. Başım hərlənir, gözlərimə qaranlıq gəlir, nə bilim gözlərimin qabağında quşlar uçur, qarışqalar uçur, böcəklər uçur. Amma nə böcək uçur adamın gözünün qarşısında, nə qaranquşlar uçur. Adam Məsələn, insan özünü sağlam hiss edir. Bir zamanlar belə bir həqiqət var idi ki, insan səhər yeməyi yemədən sağlam ola bilməz. Bir mənalı olaraq bədənin ehtiyacı yoxdursa, qidalanmaya ehtiyac yoxdur. Qidalanma maksimum 12-dən sonra, yəni 12-12:00-dan sonra günorta başlaya bilər. Əslində genetik yaddaşımızda gündə 3 dəfə yemək yoxdur. İnsanoğlu maksimum 2 yaxud da 1 dəfə qidalanmalıdır. Bu gün tibb göstərir ki, gündə maksimum 2 dəfə qidalanmaq lazımdır, çalışmaq lazımdır. Qidalanma dönəmləri xaricində araya heç bir qida vasitəsi salmayaq, o bildirib. Əzizlərim, ay deməyin ki, ay mən səhər yemədim. Mən ölə bilərəm. Mənim əhvalım pisləşdi. Başım hərləndi. Gördünüz? Həkim deyir ki, gündə 1, maksimum 2 dəfə qidalanmaq lazımdır. Məndən bu qədər. Sara Səfra Bahadurdan.